Ağdamın Xındırıstan kənd ərazisində yerləşən İsmail bəy Təpə Neolit dövrü yaşayış yerində xeyli sayda arxeoloji mədəniyyət nümunələri aşkarlanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnografiya İnstitutunun Qarabağ Neolit Enolit ekspedisiyasının Qarabağ düzənliyində apardığı qazıntılar zamanı yaşı 8000 ilə yaxın olan tikinti divarları, sapant daşları və təsərrüfat küpləri tapılıb. Hündürlüyü 3 metr 44 santimetr, əsas divarın hündürlüyü və eni isə 1 metrdən çoxdur. Divarlar kontrforslarla möhkəmləndirilmiş və otaqlar arasında, yəni bu tikili qalığına 2 gördüyünüz otaq, bir sayılı və 2 sayılı otaqlar daxildir və bu otaqlar arasında pəncərələr tikilmişdir. Qazıntılar nəticəsində bizim üçün ən maraqlı cəhət ondan ibarət oldu ki, burada mədəni təbəənin qalınlığının 5 metrdən çox olduğu müəyyənləşdirildi və bunun da 1,5 metri indi müasir yer səviyyəsindən aşağıda qeydə alınmışdır. Qazıntı zamanı tapılan maraqlı nümunələr arasında həcmi ənənəvi ölçülərdən daha böyük olan 2 təsərrüfat küpü və 52 ədəd böyük sapant daşı da var. Aşkarlanan arxeoloji mədəniyyət nümunələrinin qalıqları bərpa olunmaq üçün yerli mütəxəssislərin ixtiyarına veriləcək. Qazıntı işləri ilə yanaşı, mütəxəssislər Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində 30-dan çox arxeoloji abidəni elektron qeydiyyata alaraq xəritələşdiriblər.